Zilhəccə ayının 24-i mübahilə günüdür. İslam tarixində Zilhəccə ayı əlamətdar hadisələrlə dolu olan bir aydır. Bu ayda çoxlu Quran ayələri nazil olubdur, məxsusən Əhl-i Beytin şə'ənində. İslam tarixində müxtəlif illərdə Zilhəccə ayında müəyyən mühüm hadisələr baş veribdir. Bugün mübahilə günüdür. Mübahilə günü İslam tarixində bizlər üçün, Əhl-i Beyt sevənlər üçün bayramdır. Həm cümə günüdür, həm bayram günüdür. Təthir ayəsinin nazil olunduğu gündür. Mübahilə ayəsinin nazil olan günləridir. Vilayət ayəsinin nazil olan günüdür. Xülasə, Zilhəccə ayının 24-i çox önəmli bir gündür. Bu il cümə günü təsadüf eləyibdir. Zilhəccə ayının 24-ünə nurun əla nurdur. Mübahilə gününün əməlləri var, namazı var, quslü var, orucu müstəhəbbidir. Allah təbarək və teala bizləri bu günün əzəmətindən, məğfirətindən binəsib etməsin inşallah. Mübahilə nə deməkdir? Ki, mübahilə deyirik. Bu deməkdir ki, insanlar münazirə eləyirlər, mücadilə eləyirlər, danışırlar. Məsələn, bir dini məsələdə diyaloq aparırlar. Nəticə ala bilməyəndə biri digərin qəbul etmədikdə, qarşı tərəfin dəlillərin qəbul etmədikdə və qəbul etmək istəmədikdə növbə yetişir mübahiləyə. İki tərəf deyirlər gedək bir yerə, Allahdan istəyək, bir-birlərini nifrin edirlər və Allahdan istəyirlər ki, yalançını, batil əqidədə olanı, haqqı qəbul etməyəni Allah rüsva eləsin, lənətləsin və cəzalandırsın. Buna deyirlər mübahilə. Hicrətin 10-cu ilində Allah Rəsulü Nəcran Oskofuna, yəni Məsihlərin böyüsünə, ki, Əbu Harisə adında bir şəxs idi, məktub yazdı. Və məktubda Nəcran Məsihlərin, xristiyanların İslam dininə dəvət etdi. Nəcran Yəmənlə Hicazın sərhəddində olan bir yerdir. O dövrdə o məntəqədən başqa Məsihi yaşayan bir şəhər, yer yox idi. Əksərən bütpərəst idilər, müşrik idilər. Məsihilər fəqət Nəcranda yaşayırdılar. Allah Rəsulunun nümayəndəsi Süheyb ibn Sənan məktubu Nəcran Oskofuna çatdırdı. Nəcranlı bu Məsihi Oskof bir iclas təşkil etdi. Məzhəbi insanları, qeyri-məzhəbi insanları yığdı, topladı, onlarla məsləhətə başladı. Və bir heyət düzəltdi, 60 nəfərdən ibarət olan bir heyət göndərdi Mədiniyə ki, gedin, yaxından bu məktub göndərən insanla danışız, tanıyız, onun dəlillərin, sübutların eşidüz, axtarış aparız. Onlar gəldilər, Peyğəmbərlə görüşdülər. Əsas mövzu Həzrəti İsa haqqında, Həzrəti Məryəm haqqında və Həzrəti İsa'nın uluhiyyətində və təslis üçlük haqqında idi. Allah Rəsulü Quran ayələri ilə bunların azğın düşüncələrin məhkum etdi və sübut etdi ki, Həzrəti İsa Allahın bir bəndəsidir, Həzrəti Məryəm Allahın bəndəsidir, Həzrəti İsa Allahın oğlu deyil,
Həzrət İsa Allah döyür, bəndədir, peyğəmbərdir. Bu sonra sözlər bunlar qəbul etmədilər. Bunlar qəbul etməyəndən sonra ləcazət etdilər. Peyğəmbərin sözlərini qəbul etmədilər. Cəbrəil nazil oldu. Cəbrəil nazil olub Al-İmran surəsinin bu ayəsini gətirdi. Fəmən haccəkə fihi min bə'di mə cəəkə minəl ilm. Hər kəs elmdən sonra ki, sənə Həzrəti İsa haqqında məlumatlar verildi, sən o məlumatları onlara ötürdün, ki, Həzrəti İsa kim olubdu və s. ilaxir. Bundan sonra yenə səndən mücadilə eləyirlər, qəbul etmirlər. Fəqul, Allah əmr eləyir, sən denən. Təaləv, gəlüz, nəd'u əbnəənə və əbnəəkum. Siz də balalarınızı, övladlarınızı çağırın, gətirin, biz də. Və nisaənə və nisaəkum. Biz də qadınlarımızı gətirək, siz də. Və ənfusənə və ənfusəkum. Siz də özüz kimi olanları, yəni bir insanlar ki, insanın canıdır. Ülfüdə də deyərlər, sən mənim canımsan, o qədər yaxınsan mənə. O insanlar ki, sizin özüz kimidir, sizin canınız kimidir, onları gətirir. Thumma nəbtəhil fənəc'al la'nətallah aləl-kazibin. Sonra gedək, Allahdan istəyək ki, yalancıları, kafirləri lənətləsin və onları cəzalandırsın. Bu ayə nazil oldu. Bu ayəni ki, Allah Rəsulü bunları oxudu və onları mübahiləyə dəvət elədi. Bu məsihilər Peyğəmbərdən bir gün möhlət istədilər. Zaman istədilər. Mübahilə Peyğəmbərin nübüvvətinin dəlilidir. O dövrə qədər mübahilə deyilən bir şey yox idi. Ərəb bilməzdi mübahilə nədir. Sabiqəsi yox idi. Tarixdə belə bir şey olmamışdı ki, insanlar diyaloqdan sonra, diskusiyadan sonra, münazirədən sonra, danışıqlardan sonra nəticə əldə etməyəndə Allahdan istəsinlər ki, Allah yalancını rüsva eləsin, cəzalandırsın. Belə bir şey yox idi mübahilə. Bu Peyğəmbərin nübüvvətinin dəlilidir. Məhz Allah Rəsulü bunu Allahın əmri ilə etdi. Bunun özü Peyğəmbərin dəvətinin haqq olmasının bariz, aşkar nümunəsidir. Bunlar vaxt istədilər. Belə şeylə rastlaşmamışlar indiyə qədər. Belə şey görməmişdilər. Onlar vaxt istədilər. Çünki görməmişdilər belə bir şey. O qədər belə insanları fırlatmışdılar onlar. Danışırdılar, fırladırdılar sözü o tərəfə, bu tərəfə, qalırdı nəticəsiz. Peyğəmbər qoymadı nəticəsiz qalmağa. Allah qoymadı nəticəsiz qalmağa. Elə bilirsiniz, gəlmisiniz, ya müsəlman olmalısınız, ya İslam dövlətinə cizyə maliyyət ödəməlisiniz. Olmasa belə olmaz ki. Hələ siz gələsiniz, danışasınız, Peyğəmbərin dediklərini qəbul etməyib gedəsiniz, yox biz özümüzü haqq bilirik, səni haqq bilmirik, bu cür qalmayacaq. Allah dedi, onları mübahiləyə dəvət elə. Vallah bizə öyrədir ki, bu metod var. Hələ belə deyir ki, hər kəs danışdığın danışsın, ağzına gələni desin, elə bilsin, elə bu cür qutaracaq, yox. Vaxt istədilər. Nə üçün vaxt istədilər? Bilmirdilər, neynəsinlər? Peyğəmbər belə deyək, dərhal onları gözlənilmədən onları mübahilə dəvət elədi. Demirsiniz haqqıq, Məsihilər, demirsiniz bizim dediyimiz haqqdır, Həzrəti İsa Allahdır, Allahın oğludur, üçlük var və s. ilaxir. Bu cür demirsiniz. Mənim Allahım mənə əmr edib ki, mübahilə eləyək. Görək, siz düz deyirsiniz, yoxsa mən? Bunlar qaldılar belə. Vaxt istədilər. Qərar oldu ki, gedələr Mədinədən qırağa, səhrada mübahilə eləyələr. Sonra bu cür qərar oldu. Oskov Məsihi dedi ki, əgər gördünüz sabah
Peyğəmbər səhabələri ilə gəlirsə, Peyğəmbəri mən deyirəm, o adın deyirdi. Gördünüz filanı sabah səhabələri ilə, əskərləri ilə gəlir mübahiləyə. Danışdıqda mübahilə nə deməkdir? Çəkinmədən mübahilə eləyərsiniz. Mübahilə eləyək. Gördünüz yox, yaxınların, övladların, əzizlərin gətirirsə, mübahilə etmiyorsun. Gördünüz yaxınların gətirir, mübahilə etmiyorsun. Səhər açıldı, Sünni Şiə kitabları yazır. Zəməxşəri yazır Kəşşaf təfsirində. Cürbəcür yazılıbdır gəlişləri. Məsihilər və insanlar toplanıblar. Peyğəmbər kimdən gələcək? Peyğəmbər kimdən gələcək? Allah Allah. Əhl-i Beytin həqqaniyyətinə baxırız. Kəşşafda mən Əhl-i Sünnətin yazdığını deyirəm. Zəməxşəri yazır ki, gördülər Allah Rəsulü gəlir, Hüseyn qucağındadır. İmam Hüseyn qucağındadır. İmam Həsən ağanın əlindən tutub, Həzrət Zəhra da bunların arxası ilə Həzrət Əlidə gəlir. Oskov soruşdu, Məsihlər soruşdu ki, bunlar kimdilər? O kimin əlindən tutub? Deyir, tutub o qardaşı, kürəkəni Əli ibn Əbi Talibdir onun əlindən. Qucağındakı kimdir və uşaqlar kimdir? Deyir, uşaqlar onun nəvələridirlər. O xanım kimdir? Deyir, o xanım qızı Həzrəti Zəhradır ki, hər kəsdən çox ona üstünlük verər. Bunu eşidəndən sonra deyir, o Məsihi elə bir həyəcan keçirtdi. Dedi, tez qaçız. Və özü səsləndi, ey Əbəl Qasım, biz müsalihə eləyirik, yəni sülhə hazırıq. Biz mübahilə eləmirik, razıyıq cizyə verək. Sülh eləyirik səndən, qəbul eləyirik. Allah Rəsulundan rivayətdə gəlibdir, and olsun Allaha ki, məni haqq olaraq Peyğəmbər seçib göndəribdir. Əgər onlar bizimlə mübahilə etsəydilər, göylərdən od yağacaqdı onların üzərinə. Oskov tarix yazır ki, o nə dedi? Çox maraqlıdır. Deyir ki, mən elə bir üzlər görürəm bu gələnlərin içində. Baxın. Onlar əl qaldırıb Allahdan dağların yerindən qalxıb uçmağını istəsələr, Allah onları eşidib və bunu edər. Gedin deyiz, biz mübahilə eləmirik. Onlar əgər nifrin etsələr, qiyamətin gününə qədər yer üzərində bir Məsihi qalmaz. Bu xülasə mən danışdım qısa bir xütbədə. Mübahilə bizlərə dərslər verir. Dərslərə gərək işarə eləyək. Mübahilə Əhl-i Beytin həqqaniyyətini çatdırır. Diqqət edin, qısa izah edeyim. O bundan ibarətdir ki, Allah Quranda buyurur ki, onlara deyiz, övladların gətirsin. Biz də övladlarımızı gətiririk. Əbna-əna və əbnaikum. Biz övladlarımızı gətiririk, siz də övladlarınızı gətirin. Peyğəmbər kimi apardı? Həsən və Hüseyn əleyhissalam. Quran buyurur ki, Nisa-əna və nisaikum. Qadınları, Peyğəmbər bir xanım aparır. Məgər Peyğəmbərin başqa xanımları yox idi. Həzrəti Zəhranın əzəmətini çatdırır bu ayə. Quran buyurur, qadınları aparır. Həzrəti Rasulullah bir xanım öz qızını aparır. Çünki mübahilədə Peyğəmbərin nübüvvəti sual altındaydı, belə deyək. Onlar qəbul etmirdilər Peyğəmbərin. Mübahilədə yalancılar rüsvay olacaqdılar. Mübahilədə Əhl-i Beytin həqqaniyyətin Peyğəmbər çatdırır. Mübahilədə Peyğəmbər bütün ümmətə öz Əhl-i Beytin tanıtdırır. Güləma yazırlar, Təthir ayəsi də bugün nazil olubdur. Təthir ayəsi. Ümmü Sələmə deyir, Peyğəmbər özü, Həzrəti Əli, Həzrət Zəhra, İmam Həsən, İmam Hüseyn ağanı saldı öz əbasının altına, çəkdi əbasının başına bunların üzərinə. Bu ayəni oxudu. İnnəmā yuridullah liyuzhibə ənkumur ritsə əhləl bəyt və yutahhirakum təthira. Allah iradə eləyibdi ki, siz Əhl-i Beyti bütün çirkabdan təmizliyə, pak qərar verə. Quranın ayəsidir.